Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Bugün sizler için əzilməyən, dəndən qalan çiyələk mürəbbəsinin hazırlama qaydasını paylaşacağım. Əvvəlcə çiyələkləri təmizləyirəm. Təmizlədiyim çiyələyi qabın içərisinə tökürəm. Üzərini örtəcək qədər su və 1 yemək qaşığı soda əlavə edib qarışdırıram. Çiyələyə soda əlavə etdikdə çox gözəl təmizlənir. Çiyələk parlaq, təmiz olur. Beləcə 5-10 dəqiqə sodalı suda saxlayıram. Daha sonra isə sodalı sudan çıxarıb yaxşıca yuyuram. Aş üstünə tökürəm. Suyu tamamilə çəkilir. Bişirəcəyim qabın içərisinə şəkər tozu əlavə edirəm. Daha sonra isə üzərinə çiyələk tökürəm. Bu qayda ilə qat-qat şəkər tozu çiyələk yığılır. Çiyələyi bir gün beləcə saxlayıram. Suyu tamamilə çıxır. Daha sonra ocağın üzərinə qoyub cür odda bişirirəm. Ara sıra kənardan ortaya doğru beləcə tərpədirəm. Astaca tərpədirəm ki, çiyələklər əzilməsin. Çiyələk tam yaxşı qaynağa düşəndən sonra ocağı söndürürəm və soyuyana qədər gözlədirəm. Çiyələk soyduqdan sonra yenidən ocağın üzərinə qoyuram. Bu zaman üzərinə gələn köpüyü tamamilə yığılır. Yenə də cür odda qaynatmaq lazımdır. Mürəbbənin hazır olmasını yoxlamaq üçün şirədən boşqabın içərisinə tökürəm. Şirə soyduqdan sonra parmağımla xətt çəkirəm. Əgər xətt birləşmirsə, deməli mürəbbəmiz hazırdır. Hazır olan mürəbbənin içərisinə 1/4 çay qaşığı limon duzu əlavə edirəm. Yenə də qarışdırıram ki, limon duzu qarışsın. Daha sonra isə ocağı söndürürəm. Tavanı ocağın üzərindən götürüb kənara qoyuram və üzərində olan köpüyünü tamamilə yığıram. Sonda isə qalan köpüyü salfetlə yığdım. Daha sonra isə mürəbbəni bir kənara qoyuram ki, tamamilə soysun. Ertəsi gün soyduqdan sonra, baxın sizlərə göstərirəm, əzilmədən, dəndən çox gözəl mürəbbəmiz alınır. Əziz xanımlar, əgər siz də mənim mürəbbəmi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.